Baxın dostlar, təlimatlara olduğu kimi riayət edin ki, başqa sualı çıxmasın. Əgər telefonunuzda hazırda Smart Abituriyent tətbiqi yüklənibsə, onu mütləq silirsiniz. Sildik. Düzdür. Daha sonra Play Store-da girirsiniz. Axtarış verirsiniz. Və yazırsınız Smart Abituriyent. Bax, mən belə yazmışam, görürsünüz ekranda Smart Abituriyent. Bax, gəldi, düzdür. OK vurdunuz. Install. Yəni sizdə indi dil fərqli ola bilər, rus və ya digər. Gözləyirsiniz, yüklənir, düzdür. Aha, yükləndi. Open deyirik. Baxın uşaqlar. Çox rahatca hesab yarat deyirik. Klik edirsiniz aşağıda. Deyirsiniz WhatsApp ilə davam edin. Bu nə üçündür? Siz avtomatik nömrə falan daxil eləmirsiniz. Sistem özü sizin nömrənizi görəcək, hər şey davam edəcək. Baxın, WhatsApp ilə davam et deyirsiniz. Sistem soruşur ki, mən sənin hansı, məndə məsələn həm WhatsApp adi var, həm də WhatsApp business var. Məsələn, mən deyim ki, mənim adi ilə WhatsApp taxçıda və görürsünüz, aşağıda belə bir şey formalaşdırır, fikir verin. Bax, belə salam, geri ketin. Buna əl dəymirsiniz. Sadəcə send deyirsiniz. Bax, fikir verirsiniz, bu mesajı formalaşdırdı, düzdür, o sizi bundan tanıyacaq. Göndər deyirsiniz, bildiyimiz WhatsAppdır, yəni mesaj göndərdiniz. Gözləyirsiniz, maksimum 1 dəqiqə. Bax, belə dostum, görürsünüz, mesajınız gəldi. Burada sizin istifadəsi həmin nömrənizdir. Bu da sizin şifrənizdir. Bu paketlərdən də hər hansı birinə vuracaq, klik edəcəksiniz. Ödənişinizi vurursunuz, məsələ üçün deyirəm də. Vurdunuz. Bax, görürsünüz, burada açılır pəncərə. Burada kartlarınızı daxil edirsiniz. Ödəniş, hər şey təsdiqlənir və sizə ardınca istifadəsi gələcək. Daha doğrusu, istifadəsi yox, daha doğrusu ödənişinizin təsdiqlənməsi forması. Bəli, application-a daxil olursunuz, bu qədər sadə. İstifadəsi yazdınız, parolunuz yazdı, daxil ol dediniz, bu qədər hazır. Hesabın bölməsi var, indi mən hələ balans burada təsdiqlənməmişəm qəsdən. Şifrənizi yeniləyə bilərsiniz, çıxış edə bilərsiniz və dediyim kimi şansın bölməsi, əsas bakalavrlar, məsləhət bölməsi, yeni